Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnel hamdelellahi nahmeduhu ve nestainuhu ve nestağfiruh ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille lehu ve men yudlil fela hadiye lehu. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Ya eyyühellezine amenu ittakullaha hakka tukatihi ve la temutunne illa ve entum muslimun. Ya eyyühennâsu ittakû rabbakumüllezî halakakum min nefsin vâhide ve halaka minhâ zevceha ve besse minhumâ ricâlen kesîren ve nisâ'a vattakullâhellezî tesâelûne bihi vel erhâm innallâhe kâne aleykum rakîbâ. Ya eyyühellezîne amenu ittakullaha ve kûlû kavlen sedîde yuslih lekum a'mâlekum ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Şeyhülislam İbn Teymiyye rahimehullah Akidetul Vasiyye'de buyurur ki وَمِنْ اُصُولِ اَهْلِ السُنَّةِ وَالْجَمَاعَةِ سَلَامَةِ قُلُوبِهِمْ وَأَلْسِنَتِهِمْ لِأَصْحَابِ رَسُولِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ كَمَا وَصَفَهُمُ اللّٰهُ بِهِ فِي قَوْلِهِ تَعَالَى وَالَّذ۪ينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذ۪ينَ سَبَقُونَ بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذ۪ينَ آمَنُوا رَبَّنَا اِنَّكَ أَنْتَ الرَّؤُوفُ الرَّحِيمُ. İbn Teymiyye rahimehullah Akidetul Vasiyye'de buyurur ki Ehl-i Sünnet ve Cemaat akidesinin usullarından yani köklerinden birisidir ki onlar Allah Resulü'nün sahabeleri barəsində qəlbləri və dilləri salamatdır. Necə ki Allah Subhanahu wa Taala ayətdə onları belə vəsf edir. Həşr surəsinin 10-cu ayətində Allah Subhanahu wa Taala buyurur ki onlardan sonra gələnlər deyirlər ki ey Rəbbimiz bizi və bizdən qabaq iman gətirmiş qardaşlarımızı bağışla. Və bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət, kin etmə. Ey Rəbbimiz sən bağışlayansan və rəhimlisən. Deməli, bu ayət dəlildir ki, iman gətirən toplumdan sonra iman gətirən ikinci toplum özündən əvvəl iman gətirən toplum barəsində bu cür dua edir. Və İbn Teymiyyə rahimehullah buyurur ki, bu Əhl-i Sünnə və Cəmaət əqidəsinin əsillərindən, yəni köklərindən birisidir, əsaslarından birisidir. Yəni sahabə barəsində sonradan gələn toplumlar bu cür olurlar ayətə görə. Allah Subhanahu taala ayətdə Əhl-i Sünnət və Cemaat əqidəsinin üzvlərini bu cür vəsf edir. Yəni sonradan gələnlər əvvəl iman gətirənlər barəsində bu cür dua edərlər. Və iki şeyi zikr edir İbn Teymiyyə. Əhl-i Sünnət əqidəsinin əsaslarındandır ki, sonradan gələnlər əvvəlkilər barəsində, yəni Allah Rəsulünün sahabələri barəsində dilləri və qəlbləri salamat olar. Nəyə görə iki, yəni dil, qəlb zikr olunur, əl zikr olunmur? Çünki sonradan gələnlər sahabələri görmədiklərinə görə, rastlaşmadıqlarına görə salamat olan halları, dilləri və qəlbləridir. Yəni sahabənin dövründə yaşayıb, sahabəyə qarşı olan kəslər həm dilləri ilə sahabəyə qarşı olublar, həm qəlbləri ilə, həm də əlləri ilə. Xarici toplum, hansı ki Allah Rəsulünün sahabələrini təkfir edib və onlarla müharibə etmişlər. Və sonradan gəlib sahabələri görməyib, sahabələr barəsində pis söz danışan və sahabələrə nifrət edən toplumsa Rafizi toplumudur ki, onlar sahabələri görmürlər, görmədiklərinə görə sahabələr barəsində onların pisliyi qəlbləri iləndir və dilləri iləndir. Əgər Rafizi toplumu da sahabələrlə eyni zamanda yaşasaydı, mütləq sahabələrlə döyüşmüş olardılar. Yəni əlləri ilə də sahabəyə əziyyət vermiş olardılar. Rafizi olmaqları ilə bərabər həmsinin xarici olardılar.
Və bu məsələ sahabə mövzusu Əhl-i Sünnət əqidəsinin mövzularından birisidir. İbn Teymiyyə rahiməhullah Əqidətül Vasiyyədə bu barədə danışır. Deyir ki, bu Əhl-i Sünnət əqidəsinin usullarından birisidir. Yəni, əqidə mətninin içərisində əgər səhabə barəsində mövzu zikr edilirsə, deməli bu mövzu dinin əsli məsələlərindəndir. Yəni, əqidə mövzularındandır. Bütün Əhl-i Sünnətin etiqadla bağlı kitab yazan alimləri həmən əqidə mətnlərində sahabə mövzusuna yer veriblər. Yəni, Əhl-i Sünnətin məşhur olan, istənilən etiqadla bağlı kitabına baxılsa, orada sahabə ilə bağlı fəsil var. Məsələn, İmam Əhmədin Usul-u Sünnə kitabı, İmam Beyhəqinin Əl-Etiqad kitabı, İbn-i Qudam Əl-Məqrisinin Lümatul Etiqad kitabı, İbn Teymiyyənin Əqidətül Vasiyyə kitabı, yəni bütün əqidə kitablarında sahabə barəsində mövzu var. İmam Tahavi rahiməhullah məşhur Tahaviyyə əqidəsində buyurur ki, sahabə barəsində وَلَا نُفْرِدْ فِي حُبِّ أَحَدٍ مِّنْهُمْ وَلَا نَتَبَرَّأُ مِنْ أَحَدٍ مِّنْهُمْ نُبْغِدُ مَنْ يُبْغِدُهُمْ وَبِغَيْرِ الْخَيْرِ يَذْكُرُهُمْ وَلَا نَذْكُرُهُمْ إِلَّا بِخَيْرٍ وَحُبُّهُمْ دِينٌ وَإِيمَانٌ وَإِحْسَانٌ وَبُغْضُهُمْ كُفْرٌ وَنِفَاقٌ وَتُغْيَانٌ. İmam Tahavi buyurur ki, biz onlardan, yəni sahabələrdən heç birinin məhəbbətində ifrat etmirik, yəni həddaşmırıq. Və onlardan heç bir kəsdən də təbərrü etmirik, yəni bəri olmuruq. Və onlara nifrət edənlərə nifrət edirik. Və onları pis şəkildə zikr edənlərə nifrət edirik. Biz onları yalnız gözəl şəkildə zikr edirik. Və onları sevmək dindir, imandır və ihsandır. Və onlara buğd etməksə, yəni sahabələrə buğd etməksə küfürdür, nifaqdır, həmçinin tüğyandır. Əhl-i Sünnətin sahabə barəsində mövqeyi budur. İmam Tahavi buyurur ki, onların heç birinin məhəbbətində həddi aşmırıq. Ümumən danışır, etmirik, aşmırıq. Onlara buğd edənlərə buğd edirik. Yəni, bu ümumi söz Əhl-i Sünnət əqidəsinin adından deyilən sözdür. Yəni, biz Əhl-i Sünnət sahabə barəsində İmam Tahavinin bu sözlərinə görə mövqeyimiz budur. Səbəb ona görədir ki, onlar Allah Subhanahu wa Ta'ala tərəfindən seçilmiş bir qövmdür. Abdullah bin Məsud radiyallahu anhu buyurur ki, İnna Allaha nəzərə fi qulubil ibad fəvəcədə qalbə Muhammedin xeyrə qulubil ibad fəstəfəhu li nəfsihi və ibtəsəhu bi risalətihi. Sümmə nəzərə fi qulubil ibad bə'də qalbə Muhammedin fəvəcədə qulubə əshabihi xeyrə qulubil ibad fəcələhum vuzara'a nəbiyyəhu yuqatiluna alə dinihi. İbn Məsud buyurur ki, radiyallahu anhu, Allah insanların qəlblərinə baxdı və insanların içərisində ən xeyirli qəlb Muhammedin qəlbini seçdi və onu özünə rəsul etdi. Sonra Muhammeddən sonra bütün insanların qəlblərinə baxdı və bütün insanların içərisində ən xeyirli qəlblər sahabələrin qəlblərini seçdi və onları öz Peyğəmbərinin sahabələri etdi. Və o sahabələr də həmən Peyğəmbərin vəzirləri oldu və onun dini üzərinə döyüşdülər. Deməli, İbn Məsudun bu sözü dəlildir ki, sahabə toplumu Allah Subhanahu wa Ta'ala tərəfindən seçilmiş bir toplum olub. Necə ki, Allah Rəsulü Allah tərəfindən seçilmiş kəsdirsə, sahabələri də Allah Subhanahu wa Ta'ala tərəfindən seçilmiş toplum olubdur. Və Quran-ı Kərimdə Allah Subhanahu wa Ta'ala'nın kitabında sahabələrin vəsfləri ilə bağlı, sahabələrin fəziləti ilə bağlı, sahabələrin Allah Subhanahu wa Ta'ala tərəfindən təskiyə edilməsi, onlara cənnət vəd edilməsi, onların imanlarının nümunə olması, Allah Subhanahu wa Ta'ala'nın onlardan razı qalması, bu barədə ümumi ayətlər var. Allah Subhanahu wa Ta'ala Fəth surəsinin sonuncu ayətində buyurur ki, Muhammedun Rasulullahi vəl-ləzīnə mə'əhu əşiddəu aləl-kuffər ruhəməu beynəhum tərəhum rukkən succədən yəftəğunə fadlan minəllahi və ridvənən siməhum fi vücuhihim min əsəris-sucud zəlikə məsəluhum fit-təvrat və məsəluhum fil-İncili kəzər'in əxrədə şətəhu
فآزره فاستغلظ فاستوى على سوقه يعجب الزراء ليغيظ بهم الكفار وعد الله الذين آمنوا وعملوا الصالحات منهم مغفرة وأجرا عظيما. Allah Subhanahu wa Taala buyurur ki Muhammed Allah'ın Resuludur. Onunla birlikte olanlar, yani Allah Resulü'nün sahabeleri, kafirlere karşı şiddetlidirler, yani serttiler ve öz aralarında ise merhametlidirler. Sen onları rükû, səcdə vəziyyətində Allah'tan razılıq istəyən, axtaran görərsən. Bu onların Tövratdakı misalıdır. Onların İncildəki misalı isə bir ağaca bənzəyir. Hansı ki ağac yerdən pöhrələnir, çıxır, sonra ağac böyüyür, möhkəmlənir və öz kökü üzərində düz durur. Və Allah bu misalı ona görə çəkir ki, kafirləri bununla qədəbləndirsin. Allah onlardan iman gətirib, salih əməl işləyən kəslərə böyük bağışlanma və böyük əcr vəd edir. Bu ayətdə Allah Subhanahu taala sahabələr barəsində misal çəkir, sahabələri ağaca bənzədir. Və Allah Subhanahu taala buyurur ki, bu onların Tövratda vəsfidir. Deməli, Allah Rəsulunun sahabələri barəsində Tövratda belə, İncildə belə xəbərlər olub. Və Allah Subhanahu taala buyurur ki, bu misal ona görə çəkilir ki, kafirlər bununla qədəblənsin. Əhl-i sünnətin bir qrup imamı ayətin bu hissəsinə dayanaraq, məsələn, İmam Məlik bin Ənəs sahabəyə qarşı nifrət edən kəsin kafir olduğuna hökm verir. Çünki Allah Subhanahu taala buyurur ki, bu misalı ona görə çəkirik ki, bununla kafirlər qədəblənsin. Deməli, sahabəyə qarşı qədəblənmək insanı kafir edir. Allah Subhanahu taala Tövbə surəsinin 100-cü ayətində buyurur ki, وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ. Allah Subhanahu wa Taala buyurur ki, ilk öncə iman gətirmiş muhacirlər və ənsarlar və onlara gözəl şəkildə tabi olanlar, Allah onlardan razıdır, onlar Allahdan razıdır və Allah onlara ağızları altından çaylar axan cənnətlər hazırlamışdır və bu əzəmətli bir qurtuluşdur. Bu ayətdə Allah Subhanahu wa Taala sahabə toplumuna, mühacir, ənsar toplumuna cənnət vəd edir və onlardan razı qaldığını bildirir. Allah Subhanahu wa Taala Nisa surəsində 115-ci ayətdə buyurur ki: "Və men yushaqiqir rasule min ba'd ma tabayyana lehul huda və yettabi ghayra sabilil mu'minin nuvallihi ma tawalla və nuslihi cehenneme və sa'at masira." Doğru yol bəlli olduqdan sonra kim Rəsula müxalifət edər və möminlərdən qeyrisinin yolu ilə gedərsə, həmən kəsi getdiyi yola yönəldərik və onu cəhənnəmə vasıl edərik, ora necə də pis yerdir. Allah Subhanahu wa Taala bu ayətdə buyurur ki, Peyğəmbərin yolu və möminlərin, yəni Allah Rəsulunun sahabələrinin yolu. Bəqərə surəsində Allah Subhanahu wa Taala 137-ci ayətdə buyurur ki, فَاِنْ آمَنُوا بِمِثْلِ مَا آمَنْتُمْ بِهِ فَقَدْ اِحْتَدَوْا. Əgər onlar da sizin iman gətirdiyiniz kimi iman gətirərlərsə, mütləq hidayətdə olarlar. Təfsirçilər deyirlər ki, onlar da sizin iman gətirdiyiniz kimi, yəni sahabələrin iman gətirdiyi kimi. Səhabələrin imanı sonradan gələnlərdən ötürü nümunədir, həm də hüccətdir. Və bu ayətlər, bu 4 ayət sahabə toplumunun tərifi ilə bağlı olan ayətlərdir. Onların imanının nümunə olması, onlara cənnət vəd edilməsi və s. Allah Rəsulü aleyhissalatu vesselam buyurur ki, "Lə təsubbu əhədən min əshabi fə innə əhədəkum ləv ənfəqə misli uhudun zəhəbən mə ədrəkə muddə əhədihim və lə nəsifuhu." Səhabələrimi söyməyin, Allah Rəsulü buyurur. Sizlərdən biriniz Uhud dağı boyda da sədəqə versə, onlardan birinin verdiyinin bir oğuz və yaxud da yarısına belə çatmaz. Abdullah bin Abbas radiyallahu anhuma buyurur ki, "Lə təsubbu əshabə Muhammed." Muhammed s.ə.v sahabələrini söyməyin. "Lə təsubbu əshabə Muhammedin. Fələməqamu əhədihim mə'ən nəbi sallallahu aleyhi və səlləm səətən xeyrun min əməli əhədikum 40 sənə." Onlardan birinin Allah Rəsulü ilə bərabər 1 saat olması sizlərdən birinizin 40 il etdiyi əməllərdən daha üstündür. Allah Rəsulü aleyhissalatu vesselam buyurur ki,
La yədxulun nərə əhədun bəyə təhtə şəcərə. Ağac altında beyyət edən kəslərdən heç bir kəs cəhənnəmə girməyəcək. Hudeybiyyə sülhündən öncə Allah Rəsuluna Rizvan beyyəti deyilən beyyət ağac altında təxminən 1400 səhabə beyyət edib. Allah Rəsulu Səhih hədisdə buyurur ki, ağac altında beyyət edən kəslərdən heç birisi cəhənnəmə daxil olmayacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah subhanahu wa ta'ala Bədir əhlinə xitaban buyurur ki, İ'məlu mə şi'tum fəqad qəfərtu ləkum. Nə istəyirsinizsə edin, mən sizə artıq bağışlamışam. Və bu dəlillər sahabə toplumunun təzkiyəsi ilə bağlı, Allah və Rəsulunun kəlamı ilə sahabə toplumunun cənnətlə müjdələnməsi, onların tərifi, onların məthi, onların imanının nümunə olması, bu dəlillər əsas verir ki, həmən toplum qurtulmuş, yəni xilas olmuş toplumdur və onlar barəsində əhl-i sünnətin etiqadı budur. Yəni onlar barəsində pis söz danışmaq olmaz. Onların imanda, təqvada, elmdə bu ümmətin öndə olanları kimi inanılmalıdır ki, insan əhl-i sünnət məzhəbinin sahabə ilə bağlı olan mövzusunda səhih etiqad üzərə olsun. İmam Əbu Zər Ər-Razi rahiməhullah buyurur ki, İzə rəeytər rəcul yəntəqis əhədən min əshabin nəbi, fə'ləm ənəhu zındık. Və zəlikə ənə Rasulullah sallallahu aleyhi və səlləm indənə haqq vəl-Qur'anu haqq və innəmə əddə ileynə həzəl Qur'an və sunən əshabi Rasulillahi sallallahu aleyhi və səlləm. وإنما يريدون ليجرحوا شهودنا ليبطلوا الكتاب والسنة والجرح بهم أولى وهم زنادقة. İmam Razi rahimehullah buyurur ki, əgər bir kişini görsən ki, sahabə barəsində pis söz danışır, onları günahlandırır, bil ki, həmən kəs zındıqdır. Və bu ona görədir ki, çünki Allah Rəsulu və Allah Subhanahu wa Ta'ala'nın kitabı bizə görə haqdır və həmən haqqı da bizə əda edən, bizə nəql edən səhabələrdir. Və onlar səhabələr barəsində pis sözlər danışmaqla bizim şahidlərimizi ortadan qaldırmaq istəyirlər, yəni cərh etmək istəyirlər. Və onların özünün cərh edilməsi daha üstündür, çünki onlar zındıqlardır. Əqulu hədəl qovlə, əstəğfirullah li və ləkum. Elhamdülillahi Rabbil alemin vel akibetu lil muttaqin ve la udvana illa alel zalimin. Emara bid dua ve vaada bil icabe ve vaada lil muttaqin bis savab ve lil mujrimin bil iqab ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tabi'ahum bi ihsanin ila yevmiddin. Amma ba'd. Deməli, sahabənin ümumi fəziləti ilə bağlı ayətlər, hədislər zikr etdim və əhl-i sünnətin əqidəsi sahabə ilə bağlı bundan ibarətdir. Sonra Allah Rəsulü aleyhissalatu vesselam səhih hədislərdə sahabələrin bəzilərinin müəyyən olaraq tərifləmişdi, cənnət vəd etmişdi, cənnətlə müjdələmişdi. Yəni, sahabə toplumunun içərisində Allah Rəsulunun dili ilə, kəlamı ilə müəyyən şəxslər vardır ki, Allah Rəsul tərəfindən təriflənmişdilər. Və Allah Rəsulu səhabəsinin içərisində 10 səhabəni cənnətlə müjdələyir. Səhih hədisdə Allah Rəsulu aleyhissalatu vesselam buyurur ki, Əbu Bəkr fil cənnə və Umar fil cənnə və Osman fil cənnə və Ali fil cənnə və Talhə fil cənnə və Zubeyr fil cənnə və Sa'd bin Əbu Vakkas fil cənnə və Abdurrahman bin Avf fil cənnə və Sa'id bin Zeyd fil cənnə və Əbu Ubeydə bin Cərrah fil cənnə. 10 sahabəni Allah Rəsulu adla cənnətlə müjdələyir. Allah Rəsulu buyurur ki, Əbu Bəkr cənnətdədir, Ömər cənnətdədir, Osman cənnətdədir, Əli cənnətdədir, Təlha cənnətdədir, Zubeyr cənnətdədir, Abdurrahman bin Avf cənnətdədir, Sa'id bin Zeyd cənnətdədir, Sa'd bin Əbu Vakkas cənnətdədir, Əbu Ubeydə bin Cərrah cənnətdədir. Bu 10 sahabəni Əşərətül Mübəşşirin deyirlər alimlər. Yəni 10 sahabəni Allah Rəsulu adları ilə müəyyən şəkildə cənnətlə müjdələyir. Yəni bu insanlar, bu 10 insan dünyada sağ ola Allah Rəsulunun dili ilə cənnətlə müjdələnmiş şəxslərdir. Və bu 10 insanın içərisində də
ümumiyyətlə bütün sahabə toplumunun içərisində ən üstün insan Əbu Bəkr radiyallahu anhudur. Allah Rəsulunun birinci xəlifəsi. Allah Rəsulü aleyhissalatu vesselam buyurur ki, Mə tələəti şəms və lə qərəbət bədən nəbiyyinə vəl-mursəlin alə əfdəli min Əbu Bəkr. Peyğəmbərlərdən və rəsullardan sonra günəşin üzərinə çıxıb və batdığı ən fəzilətli kişi Əbu Bəkirdir. Allah Rəsulunun dili ilə Əbu Bəkir sahabə içərisində ən fəzilətli kəs olaraq bildirilir. Allah Rəsulü aleyhissalatu vesselam buyurur ki, İqtədu billəzinə min bə'di Əbu Bəkir və Ömər. Məndən sonra Əbu Bəkirlə Ömərə iqtida edin, yəni tabi olun. Və Allah Rəsulü buyurur ki, Aleykum bi sünnəti və sünnəti xulafəir raşidin əl-mehdiyyin əddu aleyhə bin nəvəciz. Sizə öz sünnətimi vəsiyyət edirəm və raşidi xəlifələrimin, hidayət yolunda olan raşidi xəlifələrimin sünnətini onlardan azı dişlərinizlə, yəni arxa dişlərinizlə yapışın. Və deməli, sahabə toplumunun içərisində ən fəzilətli insan Əbu Bəkr radiyallahu anhudur, sonra Ömər radiyallahu anhudur, sonra Osman radiyallahu anhu, sonra Ali radiyallahu anhu. Abdullah bin Ömər radiyallahu anhu buyurur ki, Kunna nuxeyyiru beynən nəs fi zəməni Rasulillahi sallallahu aleyhi və səlləm. Fə nuxeyyiru Əbu Bəkr, summa Ömər, summa Osman, summa Ali. Allah Rəsulunun sağlığında, Allah Rəsulunun zamanatında insanların arasında seçim edirdik. Və birinci Əbu Bəkri seçirdik, sonra Öməri seçirdik, sonra Osmanı seçirdik, sonra isə Əlini seçirdik. Və digər rəvayətdə İbn Ömər radiyallahu anhu buyurur ki, və bu Allah Rəsuluna gedib çatırdı bu xəbər və bunu eşidib heç bir şey demirdi. Ömər bin Xattab radiyallahu anhu barəsində Allah Rəsulu buyurur ki, İhən ya İbn Xattab, vəlləzi nəfsi biyədihi, Mə ləqiyəkə şeytan səlikən fəccün qattu illə sələkə fəccən qeyrə fəccək. Nəfsim əlində olan and olsun ki, əgər bir geniş yolda şeytan səninlə rastlaşırsa, mütləq yolunu dəyişir, başqa yola keçir. Osman radiyallahu anh barəsində Allah Rəsulü buyurur ki, Mən yəhfir birə Ruma fələhul cənnə. Kim Ruma quyusunu müsəlmanlar üçün alarsa, ona cənnət vardır. Fəhəfərhə Osman. Osman radiyallahu anh həmən quyunu müsəlmanlar üçün alır. Və Allah Rəsulü buyurur ki, Mən cəhhədə ceyşəl usrəti fələhul cənnə fəcəhhədəhə Osman. Kim bu çətin qoşunu silahla təmin edərsə, onun üçün cənnət var. Təbuk döyüşündən öncə Osman radiyallahu anhı Təbuk döyüşünə gedən bütün qoşuna silah alır. Allah Rəsulü buyurur ki, onun üçün cənnət vardır. Və Osman radiyallahu anhı Allah Rəsulunun iki qızı ilə evləndiyinə görə Allah Rəsulü ona Zunnurreyn, iki nur sahibi deyə xitab eləmişdir. Əli bin Əbu Talib radiyallahu anhu, Allah Rəsulü Əli radiyallahu anhə xitaban buyurur ki, Əntə minni və ənə minkə. Sən məndənsən, mən də səndənəm. Və Allah Rəsulü Əli radiyallahu anhə xitaban buyurur ki, Əmə tərdə ən təkunə minni bi mənziləti Harun min Musa. Sən mənimlə münasibətdə Harunun Musa ilə olduğu kimi olmağa razı deyilsənmi? Yəni, qardaş olmağa razı deyilsənmi? Allah Rəsulü aleyhissalatu vesselam Səd ibn Əbu Vakqas barəsində Uhud döyüşündə Allah Rəsulü Səd ibn Əbu Vaqqasın döyüşünə tamaşa edərək deyir ki, İrmi, əbi və ummi əntə. Vur, atam, anamsan sən mənim. Yəni, sahabə toplumunun içərisində yeganə sahabədir ki, Allah Rəsulü ona atam, anam deyə müraciət edir. Zübeyr bin Avvam barəsində Allah Rəsulü buyurur ki, İnnə likulli nəbiyyin həvariyyən və innə həvariyyi Zübeyr bin Avvam. Hər peyğəmbərin həvarisi vardır. Mənim də həvarim Zübeyr ibn Avvamdır. Əbu Ubeydə bin Cərrah barəsində Allah Rəsulü buyurur ki, Həzə əminun həzihil ümmə. Bu, Əbu Ubeydə bin Cərrah bu ümmətin əminidir. Allah Rəsulü aleyhissalatu vesselam Bilal radiyallahu anhu barəsində buyurur ki, Səmi'tu nə'leykə beynə yədəyyə fil cənnə. Səmi'tu dəffə nə'leykə beynə yədəyyə fil cənnə. Ey Bilal, mən cənnətdə gəzdikcə öz qarşımda sənin ayaqqabılarının səsini eşirdim. Allah Rəsulü aleyhissalatu vesselam Fatimə radiyallahu anhə qızı barəsində buyurur ki, Fatimətu seyyidətü nisə əhlil cənnə. Fatimə cənnət qadınlarının seyyidəsidir. Və digər hədisdə Allah Rəsulü buyurur ki, Fatimətun bədətun minni, fəmən əqdəbəhə əqdəbəni. Fatimə məndən bir parçadır.
onu qədəbləndirən məni qədəbləndirmiş olar. Allah Resulü Aleyhisselatü Vesselam nəvələri Həsən, Hüseyin radiyallahu anhuma barəsində buyurur ki, Humə reyhanətəyə minəd dünya. Onlar mənim bu dünyadan olan iki reyhanımdır. Və digər hədisdə Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki, Əl-Həsən vəl-Hüseyin seyyidə şəbəbə əhlil cənnə. Həsən və Hüseyin cənnət gənclərinin seyyidləridir. Abdullah ibn Abbas radiyallahu anhuma buyurur ki, Damməni Rasulullah sallallahu aleyhi və səlləm ilə sadrihi və qalə Allahümmə əllimhul hikmə. İbn Abbas radiyallahu anhuma buyurur ki, Allah Resulü məni sinəsinə sıxdı, məni qucaqladı və dedi ki, Allahım buna hikməti öyrət. Allah Resulü aleyhissalatu vesselam buyurur ki, İstəqra'ul Qur'an min ərba'atin min Abdullah ibn Məs'ud və Salim Mevlə Huzeyfə və Ubey ibn Kəb və Muaz ibn Cəbəl. Quranı 4 nəfərdən dinləyin. Abdullah ibn Məsuddan, Hüzeyfənin Mevlası Səlimdən, Ubey ibn Kəbdən və Muaz ibn Cəbəldən. Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki, Muaz yuhşar yevməl qiyamə əməməl uləmə bir rutfətin. Muaz qiyamət günü alimlərin qarşısında bir ox məsafəsi qədər imam duracaq. Bu hədislər Allah Rəsulunun kəlamları sahabə toplumunun içərisində müəyyən şəxslərə edilən təriflərdir. Onların, yəni bu sahabələrin adını çəkilən adamların fəzilətləri ilə bağlı olan hədislərdir. Və bu sahabələr tək bu adları zikr olunanlar deyil. Yəni bunlar çoxdular. Səlmən Əl-Fərisi, Xalid bin Valid, Əbu Əyyub Əl-Ənsari, Abdullah bin Ömər, Abdullah bin Amr, Əmmar bin Yasir, Hüzeyfə bin Yəmən, Əbu Hureyrə və s. Yəni bu sahabələrin sayı çoxdur. Və bu sahabələr tanınmalıdır. Müsəlmanlar bu sahabələri tanımalıdırlar və bunları sevməlidirlər. Və bu məsələ, sahabə mövzusu bizim etiqad məsələlərimizdəndir. Yəni sahabə ilə bağlı əhl-i sünnətin etiqadı qısa olaraq bundan ibarətdir. Və Allah subhanahu və teala'dan istəyirəm ki, bizi öz dini üzərində sabit etsin. Amin. Və Allah subhanahu və teala'dan istəyirəm ki, bizim dəvətimizi bərəkətləndirsin. Amin. Və Allah subhanahu və teala'dan istəyirəm ki, bizim dəvətimizə qarşı zərər istəyənləri məhv etsin. Amin. Allah subhanahu və teala'dan istəyirəm ki, əsirlikdə olan qardaşlarımızı azad etsin. Amin. Allah subhanahu və teala'dan istəyirəm ki, Allah yolunda olan qardaşlarımıza kömək etsin. Amin. Onlara qələbələr bəxş etsin. Onların düşmənlərini məhv etsin. Subhanəkallahum və bihəmdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və ətubu ileyk.